Türkistan şəhəri qədim tarixi, zəngin mədəniyyəti və Türk-İslam dünyası üçün xüsusi mənəvi əhəmiyyəti ilə seçilən müqəddəs məkanlardan biridir. Qazaxıstanın cənubunda yerləşən bu şəhər əsrlər boyu türk xalqlarının elm, din və mədəniyyət mərkəzi olmuşdur. Türkistan təkcə bir şəhər deyil, həm də böyük türk tarixinin canlı yaddaşı hesab edilir. Türkistan təkcə Qazaxıstanın deyil, bütün türk dünyasının qürur mənbəyidir. Bu şəhər türk tarixinin, mədəniyyətinin və mənəvi irsinin canlı simvolu olaraq gələcək nəsillərə böyük bir miras ötürür. Türkistan şəhəri bu gün də türk xalqlarının mənəvi birliyinin rəmzi hesab olunur. Türk Dövlətləri Təşkilatının qərarı ilə şəhər türk dünyasının mənəvi paytaxtı elan edilmişdir. Bu status şəhərin türk xalqları arasındakı tarixi və mədəni bağların qorunmasında mühüm rol oynadığını göstərir. Son illərdə Türkistan sürətlə inkişaf edən müasir şəhərlərdən birinə çevrilmişdir. Burada yeni universitetlər, muzeylər, mədəniyyət mərkəzləri, geniş parklar və müasir memarlıq nümunələri inşa edilir. Eyni zamanda qədim tarixi irsin qorunmasına xüsusi diqqət yetirilir. 2025-ci ildə Qazaxıstan prezidenti tərəfindən şəhərə xüsusi status verilməsi də Türkistanın tarixi əhəmiyyətinin daha da artırıldığını göstərir. Türkistan türk xalqlarının ortaq köklərini, milli ruhunu və mənəvi dəyərlərini yaşadan müqəddəs bir şəhərdir. Buraya gələn hər bir insan qədim tarixlə müasir inkişafın vəhdətini hiss edir. Türkistan keçmişin şöhrətini gələcəyə daşıyan, türk dünyasının qəlbində yaşayan əbədi bir mədəniyyət ocağıdır.